Mərkəzi Bankın bugün açıqladığı məlumata görə qızılın 1 qramının qiyməti 166,5 manata bərabər olub. Yenavaz.com xəbər verir ki, 1 qram qızılın qiyməti bugün 0,7% bahalaşıb. Son bir ay ərzində isə qızılın qiyməti 3,6% və ya 5,8 manat, bu ilin əvvəli ilə müqayisədə isə 15,2% və ya 22 manat artıb. Məlumat üçün bildirək ki, qızılın qiyməti Azərbaycanda heç vaxt bu səviyyəyə yüksəlməyib. Son 16 il ərzində qızılın qiyməti 6 dəfəyə yaxın artıb. Müqayisə üçün qeyd edək ki, 16 il əvvəl 2010-cu ilin əvvəlində Azərbaycanda qızılın 1 qramı 29 manat olub. Onu da bildirək ki, sürətli bahalaşma təkcə qızılın Mərkəzi Bank tərəfindən müəyyən edilən qiymətində müşahidə olunmur. Zərgərlik dükanlarında satılan və qızıldan hazırlanan zinət əşyalarının qiyməti də sürətlə bahalaşır. Zərgərlik dükanlarında satılan 750 əyarlı 5 qram ağırlığında qızıl üzüyün orta satış qiyməti yanvar ayında 722 manat olduğu halda fevral ayında 737 manata qədər bahalaşıb.